olur. Yayda? Yayda. Yayda yaxşı olur bura, hə? Böyle ala olur, ala. Bir gün gelirik yayda. Burada bize konak oluruz. Hiç olmazsa bizle... Nəvəndi mi? Sözünü də Yok kəsirəm. benim bu... Benim nəvəm. Həsi Akif dayının Akif nəvəsidir. dayının nəvəsi. Hə. Allah saxlasın. Çok sağ ol. Bir tane gözlü bir oğlan dedi. İki tane nəvəm burada var. Hə, gəlib babalarının yanındadılar. Baba, Adın nədir? Tosif. Nə? Tosif. Tosif? Tosif. ha. Tusif. Nə maraqlı adlar var. Kimin adıdır qoymusunuz? Vallahi ben koymamışım. Xəbərim olmayıb hə o addan. Tosif, məktəbə gedirsən yoxsa? Şagird azda amma gedib oxuyursan. Sən Allah köməyin olsun. Akif dayımızın da evidir burada. Bax belə. Ora gördün nə şey gün düşüb ora. Gün möhtəşəm düşüb kəndin aşağısına. Oğlu sağ ol. O düzün nədir? Ancaq nəvə, sıqqır nəvə olsun. Nə olub ay Zakir dayı, nə edirsən? Deyirəm, nəvələrimi çox istəyirəm, oğlu bu. Mən istəksəm öz nəvəmi istəyirəm. Mən də Ölürəm. Oğlumu istəmirəm, mən nəvəmi istəyirəm. Nə oğul? Sinifdə neçə uşaq var sizdə? 4. 4 uşaq. Vay vay vay. Müəllimlərindən razısan da, amma çox əzabkeş müəllimlərin var. Gördüm bir neçəsini. Oxuyursanmı dərslərini? Nədir arzun? Həkim ol. Allah qoysun, Allah qoysun. Oxu, həkim ol. 100% baba deyir ki, qızım, həkim ol, mənə kömək elə. Hə, deyirmi indidən o sözü? Hə. İndidən deyirlər. Bilirəm ki, deyirlər. Kömək eləyəcək. Hətta kəndə. Ümidləriniz çoxdur maşallah. Bütün kənd nə qədər ki yaşayır yerindədir, sənə ümidləri çoxdur. Sən də oxu, ol həkim. Hə? Mən də doğrultu O da Aşıq dayının oradan baxır bizə, salam olsun. Gelini. Gəlin də evə gəlin. Can, gəlindir. Yox, çox sağ olun. Allah köməyiniz olsun. Hər şey var şükür Allah'a. Can. Kömək olur. Can, var ol, deyir, hər şey var. Allah saxlasın övladlarını. Məktəb sizin sayenizdə açıldı. Can, var. Məktəbi göstərmişdim o vaxtı. Sonra xatırlatdılar mənə. Çıxış eləyirəm. Hə.